Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün və növbəti tıraş video icmalımız. Bugünkü tıraş videonun icmalının səbəbkarları olacaqlar yoldaşlar. Belə bir Yagi müəssisəyə aid olan deməli fırçamız sintetik deməli sapıyla, yəni ki bu qılları sintetikdir. 26 notdur. Bildiyim qədər adı yadımdan çıxdı bu fırçanın. Yenə də hansı bu tərəflərdə bunun adı ilə sizinlə bölüşərəm. Bir neçə deməli rəngi var. Bir bu rəng var. Bir də ki tam yəni ki dizayn olaraq eyni ilə bu ölçüdə olan, amma bu sapın rəngi ayrı olan bir modeldə var. Bizdə olan məhz bu rəng qamasına məxsus olan fırçamız belədir, sintetik. Sonra biz bunu tez bir zamanda isti suya salaq və qoyub biraz isinsin. Əslində yəni ki bu sintetik fırçalara uzun müddət suda qalmağa ehtiyac yoxdur, amma yenə də saldıq. Üzürlü sayın. Növbəti səbəbkarlar olacaqlar. Deməli, Barista Rendmen adlı müəssisə. Deməli, çox mənim xoşuma gələn bir qoxu Beyrumdur. Xüsusi qoxudur, yəni təbiidir, ədviyyatlardır. Bu sabunun tərkibi shaving soap, shaving brush, shaving soap yox. Tərkibi ingredient aqua, təbii ki aqua, potassium tallow. Yəni dəqiqləşdirmək istəyirəm ki, vegandır yoxsa yəni təbii piydən hazırlanıb, ona baxıram. Yenə də baxıb belə tallow bir neçə yerdə yazılıb. Məndən tallowdur, butter. Bəli, deməli belə deyək, heyvan piylərindən, müxtəlif piylərdən hazırlanan sabun. Və biz bunu qaşıqla götürək bizim Yagi qabımıza. Düzdür, burada keçmişdən qalan belə xırda nələrsə qalıb. Yenə də və bizim qaşığımızı da götürək bir nə qədərsə və yapışdı. Bu qədəri götürdüm yoldaşlarım. Görsədim. Bu qədər götürdüm. Bunu yapışdıracağım bizim qabımızın dibinə. Budur. Sabunun spesifik deməli qoxu var, təbii ədviyyatlardır, dediyim kimi. Daha çox darçın və müxtəlif belə, yəni çox təbii qoxusu var, çox xoşuma gəlir bu qoxu. Bu qoxu haqqında danışmışdım bir əhvalatı. Deməli, bu Beyrumu məhz bu Barista Rendmenin deməli prob olaraq, yəni çox kiçik miqdarda bir sabun götürdüm. Bir neçə 10 qramlıq belə dənələmə üçün, test üçün olan bir bağlamada və çox kiçik belə 10 milliqramlıq belə bir qabda aftershave də. Deməli, sonralar o tez bir zamanda təbii ki tükəndi. Və danışmışam bu əhvalatı, yenə də təkrarlayıram, amma üzürlü sayın. Deməli, və sonralar deməli bir müddət sonra o tükənəndən sonra ora ayrı bir deyəsən Eyüp Tuncay aftershave əlavə elədim. Yəni ki artıq boş idi qab. Təsəvvür edin, həmin o Eyüp Tuncay bu deməli Barista Rendmenin bu Beyrum qoxusunu almış oldu. Aftershave'imiz də təbii ki həmin sabun kimidir. Onu da qeyd edim. Və bizim əsas səbəbkarlar bu gün yenə də batıldır, amma xüsusi bir batıldır. Niyə xüsusidir? Çünki mənə xahiş elədilər ki, bu gün belə bir batıl edəsə. 140-ımız olacaq AC 140 Shield müəssisəyə aid olan. Burada deməli yazılar da var bu piltədə, bilmirəm görə biləcəksiniz ya yox. Gəlin mən bunu söküm. 3 hissədən ibarətdir. Çox qəşəng bir belə dizayna malik olan sapı var. Budur.
Sapı nazik, belə qəşəng, çox qəşəng naxışı ilə, əldə də pis qalmır. Yəni çox qəşəngdir. Bunu deyəcəydim sizə ki, bəs arxasında deməli qalxan deyirlər, yoxsa nə? Shield, yəni rus dilində sheet, ingilis dilində biraz pis çıxır. Burada da yazısı ilə shield. Çin istehsalçıdır, CNC dezgahda hazırlayır. Bu da qapağıdır. Və bizimki bugünkü battle deməli nədən ibarət olacaq? Bu battle'lar qayıdarıq. Mən tez bir zamanda aftershave olaraq bizim bu Bruno Banini üzümə çəkim və həmçinin bu hopsun üzümüzə, həmin ərəfədə bu arada tez bir zamanda. Çox üzürlü sayın. Biraz tələsik danışıram çünki dünya çempionatıdır. Deyəsən Portuqaliya oynayır. Hətta çox güman ki başlayıb artıq maç. İndi ümid edirəm ki heç olmasa ikinci hissəyə çatdırdım özünü. Deməli, tiyə olaraq olacaq bizdə şık tiyəsi, görə bilirsiniz ya yox yazını. Bunu deməli test üçün çox hörmətli Ceyhun abi vermişdi bizə ki bunları test etməyə. Odur budur, bu qabda qalıblar, kağıza bükülür. Bir tiyəni çıxardıram. Və battle bizdə olacaq tiyələr arası yoldaşlar. Çox hörmətli Rəhman abi xahiş elədi ki, test edim məhz bu Shield 140-da. Onu da qeyd edim ki, Shield deməli metal olaraq burada paslanmayan poladdan düzəldilib. Bunlar deməli P30 adlı şık müəssisəyə aid olan belə tiyələrdir, AC tiyələr. Bu tiyələri mən çıxardım artıq. Bu kağız qablaşma xoşuma gəlmədi. Mən bunlara başqa bir çarə qılaram. Hələ ki çıxardım bunları. Hamısını. Çox sağ olsun təbii ki Ceyhun abi ki bunları vaxtı ilə mənə verdi. Və digər tərəfdə bizdə deməli Feather Professional Blade adlı, bunlar da bilmirəm bu Yapon dilində yazısıdır, belə bir Ace deməli tiyələrdir. Deməli burada bir çox tiyə var indi, nahaq çıxartdım. Bir sekund. Burada məndə bir qab var, belə bir qaba salaram bunları ki üzdə qalmasınlar. Birini saxlayayım. Test üçün atdım bura, qalsınlar belə. Bu bizim tiyələrimiz və digər tərəfdə bizdə olacaq deməli Feather tiyələr. Xüsusi öz kaseti var, belə 20 ədəd olur bir kasetdə deməli. Və yəni deyilənlərə görə yəni ki bir çoxlu dəfə tıraş olunmaq olar bu tiyələrlə. Amma mən yəni ki onun tərəfdarı deyiləm. Ən uzağı 4 dəfə tıraş oluna bilərsiniz məncə. Amma 8-10 dəfə, 12 dəfə tıraş olunanlar var. Davam edirik yoldaşlar. Deməli biz başlayarıq sağ tərəfimi, yəni üzümün sağ tərəfimi Feather tiyələrlə qırxacağıq və ki belə deyək, yoxsa sol tərəfim travmatikdir. Şık tiyələri saxlayaq sol tərəfə, Feather tiyələri sağ tərəfə, çünki sağ tərəf daha cotdur və onu həvalə edək Feather tiyələrə. Bunu necə çıxar? Deməli kaset var, belə xüsusi belə deyək, bir haqqısab var. Bunu çəkirik arxaya, özü götürür təzə tiyəni, beləliklə tiyə çıxır üzə. Budur Feather tiyəsi. Professional Blade. Belə bir adla yerləşdiririk deməli bunun qapağına. Qapağında xüsusi stoperlər var. Tiyə üçün ümid edirəm ki düz yerləşdirdim. Bəli, düz yerləşdirdim. Və qoyuruq üstünə deməli aşağı alt biltəni yaxud alt qapağı. Budur. Sonda bağlayırıq biz bunun sapını özünə. Və salırıq isti suya ki isinsin. Sıxmağa ehtiyac yoxdur, artıq sıxılıb demək olar ki budur. Çox gözəl bir üz qırxandır. Budur böyürdən. Deməli oxşadıblar Vektora yoldaşlar. Yəni Blackland Vektora ilk belə deyək bu dizaynda məhz
bu Ace tiyələr üçün üz qırxanı icad edən bu dizaynda, yəni ki, Blackland olub. Dalınca yəgi, sonra şıl, sonra yəgi təzdən həmin bu başlığı artıq CNC dəzgahda da hazırladı və beləliklə biz bu təcrübəni yaşayırıq indi. Budur bizim fırçamız, bunu azad edirik sudan. Biraz su almışdım, deməli bizim sabun üstünə azca və başlayırıq köpükləndirməyə. Və beləliklə yoldaşlar, deməli birinci pərdə böyümə istiqamətdə. Bu ərəfədə deməli saqqalın yaşı hardasa 4 ya 5 gündür. Çox üzürlü bir səbəblərdəndir ki, bu qədər qalıb üzümdə. Amma neyniyək? Deməli böyümə istiqamətdə üzümün sağ tərəfi feather tiyələrlə başlayırıq. Deməli, bütün deməli bir tərəfli üz qırxanlar belə, tevarilərin eyni deməli belə deyək də, problemi odur ki, tez-tez yaxalamaq lazımdır və həmişə deyirəm, yenə təkrarlayıram bu sözləri. Tıraş olunarkən artıq nəzərə alınmalıdır ki, tiyə axıra kimi qırxa biləcəkmi, tıraşı sona kimi, yəni ki, sona qədər davam edə biləcəksə ya yox, onu həmişə nəzərə almalısınız. Budur yoldaşlar, birinci pərdə sona yetdi. Deməli, planımız nədir? Tam tıraş olunaq. Deməli, bu sağ tərəfimizi feather tiyələrlə həm böyümə istiqamətdə, həm əksinə. Budur. Deməli, o qədər keyfiyyətli köpükdür. Qaymaq kimi yayılır üzdə, qurumur, sürüşkənliyi filan. Ümumiyyətlə, bu Boris trendindən öz sözünü deyir, brend olaraq. Davam edirik, deməli, böyümənin əksinə feather tiyələr və Shield Razors'ın, qaqaşın adı yadımdan çıxdı, CNC dəzgahda hazırlanan Ace tiyələr üçün olan bir tərəfli üz qırxan.
Yoldaşlar, nə deyə bilərəm tıraş haqqında? Çox mükəmməl bir tıraş alındı. Çox mükəmməl. Çox komfortlu. Yəni ki, çox xoşuma gəldi. Və tez bir zamanda tiyəmizi dəyişək və tıraşımızı davam edək. Problemli məqam nədir? Bu, deməli, tiyələrdə və bu kimi CNC dezgahda bu dizaynda olan üzqırxanlarda bu tiyəni yerləşdirib çıxartmaq. O ki, azca saxlayırlar qulaqların çıxıntısı üçün. Çox sağ olsunlar. Beləliklə, o cüzi də olaraq bir yer qalanda tutub çıxartmağa. O, bizim belə deyək də, xeyrimizədir. Və 3 hissədən ibarətdir. Sıxırıq. Sıxmağa o qədər ehtiyac yoxdur. Artıq sıxıldı demək olar ki. Və biz elə belə simvolik olaraq azca bizim köpüyümüzü deməli, şık tiyələr, Shield Razor'da CNC dezgahda hazırlanan AC tiyələr üçün, yəni Artist Club adlı tiyələr üçün dizayn olunmuş üzqırxan və böyümə istiqamətdə birinci pərdə 4 ya 5 günlük saqqal. Və artıq yoldaşlar, fikirlər var. Fikirlər var və ümid edirəm ki, mən kömək etmiş olaram çox hörmətli Rəhman abiyə bu videonu çəkməklə. Bilmirəm, amma haçan o görəcək bu videonu. Bəlkə 2 həftə, bəlkə 3 həftə, amma yenə də etmiş oluram. Bilmirəm yoldaşlar, siz eşitdiniz yoxsa yox. Deməli, bizim ikinci pərdəmiz var. Burada hər iki pərdə olunub. Yadımdan çıxdı. Artıq döşəyəcəkdim. Qırxmır bu. Bir sekund. Deməli, şık tiyəsi Shield Ace başlığında paslanmayan poladdandır. CNC dezgahda hazırlanır. İkinci pərdə
Hə yoldaşlar, tıraşı yoxlayana görə necə alındı? Artıq fikirlərim var. Tez bir zamanda sərin suyla üzümü yaxalayıb qayıdıram yanınıza. Dəyərli izləyicilər, çox üzrlər diləyirəm. Deməli, yarımçıq qaldı bizim video, deməli bu tıraş videomuz və çox üzrlər diləyirəm. Nə baş verdi? Şarjı bitdi bu daşların. Çox təəssüflər olsun. Öncədən ona yəni ki baxıb ölçməli idim, amma neyək? Biraz aldatdı məni. Deməli full charge göstərirdi daşlarda, amma artıq bundan öncə 2 çəkiliş etmişdim bir charge. Bir sözlə neyək? Artıq keçmişdədir, yarımçıq qaldı sözləri. Deməli bugünkü əsas səbəbkarlardan danışarıq. Öncədən bu digər iştirakçılar haqqında biraz danışaram və başlayaq. Sabunun performansı çox gözəl idi. Çox gözəl, çox xoşuma gəldi. Çox razı qaldım. Yəni ki, qoxusu öz yerində, o heç qoxu, yəni mənim sevimli qoxulardan biridir. Çox gözəl qoxusu var, çox gözəl. Ədviyyatlar qoxusudur. Çox gözəl qoxusu var. Ona görə qoxuya görə söz yox. Performansı da yəni ki krem şəkildə idi, yəni ki qaymaq kimi idi. İnanmazsınız, mən saxladım hamamda ki, davam edim hamamda çəkilişi, amma müəyyən bir səbəblərdən bir sözlə hamamda alınmadı. Hardasa yalan olmasın, 1 saat keçmişdi mən köpükləndirəndən sonra. Gəldim ki, qabları yuyum, hələ də köpük həmin o qaymaq kimi vəziyyətdə, yəni köpük ölməmişdi. Yəni belə bir xüsusiyyəti var. Deməli Boris Trendman və Buyurum adlı bu sabunumuz. Aftershave-in performansı da qəşəng idi. Bildiyim qədər alkoqolsuz idi, çünki yanma effekti olmadı. Yəni ki, çox qəşəng belə bir qoxusu var. Biraz yağı var sanki tərkibində, hətta da buradan görsənir. Parıltıyır, yağlıdır biraz bu aftershave və düşünürəm hətta emulsiya kimidir, biraz bulanıq kimidir. Amma bulanıqdır. Sirkələdib işlətmək lazımdır. Fırçanın performansı çox gözəl idi. Deməli bu sabun və fırça kombinasiyası çox qəşəng alındı. Tez bir zamanda köpükləndirdi, özündə heç nə saxlamadı. Yəni ki performansı çox qəşəng idi, yumşaq idi. Bir sözlə yəni ki sintetik fırçalara xas olan bütün məqamlar burada hiss olundu. Yəqin xüsusi belə bir haqq-hesabı da var arxasında, logosu, yəni bir növ adamı cəlb edici bir məqamdır. Sonra yoldaşlar, üz qırxan haqqında. Deməli, çox üzrlü sayın, mən vektoru poza qoyub vektoru gətirim. Sonra montaj eləyim, bilmirəm. Bir sözlə bu bizim şıld üz qırxanımız 3 hissədən ibarətdir. Sapı çox qəşəng dizaynı var sapın. Bu arada budur hissədən ibarət olan çox gözəl bir belə deyək, çox manevrlidir. Ümumiyyətlə bu dizaynda olan Ace üz qırxanlar, yəni AC bir tərəfli tiyəlləri yerləşdirmək üçün və tıraş olmaq üçün olan bu üz qırxanların performansı çox gözəl olur. Kifayət qədər manevrlidirlər. Üstəgəl bu burnun altına, sonra nə bilim mən sizə çox manevrlidirlər. Və 4-5 günlük saqqal heç eləmədən qırxmadı, tıxlama falan olmadı. Gördüyünüz kimi bu xüsusi bu belə deyək, burada olan kəsilmiş yerlər, bu təhlükəsiz çubuğun arxasında olan, yəni ki köpüyü kənarlaşdırmaq üçün, yəni asanlıqla köpüyü kənarlaşdırdı və yığılırdı burada arxada.
artıq dolaşırdı bu barmaqlarıma, tez-tez yaxalamaq lazım olurdu. Amma yenə də üz qırxan heç yerdə tıxlanmırdı. Yəni ki, davam etmək olardı. Sadəcə olaraq üst-baş bulaşır deyənə, yəni ki, bunu arada bir məcbur oldum deməli yaxalayım. Bu bizim üz qırxanımız. Tiyələrə gəldikdə isə çox hörmətli deməli bizim Rəhman abinin requesti idi, yəni xahişi idi ki, bu iki tiyələri şık və deməli feather professional tiyələri, super professional yoxdur məndə, kəsdi. Budur tiyələr. Deməli mən baxıram ki, bunların arasında nə kimi fərqlər var. Bu şıkdır. Bilmirəm, siz görə bilsəz, mən burada bunun arxasında pultu yerləşdirim ki, qarafon olsun. Baxın yoldaşlar. Görürsünüz burada bu kənarda deşik sanki belə düz gedir, sonra yuxarı gedir. Görürsünüz, bu şıkdır. Feather'da isə orada tevari kəsmə var. Və görürsünüz, həmin o çıxıntı yuxarı gedən fason belədir. Düzdür? Bu da qayıtiyələr. Bunların kodları da nədirsə bilmirəm. Bu da qayıtiyəsi. Düzdür, biraz işlənmiş vəziyyətdədir. Bu bir də artıq deşiyi bu arada var. Yəni ki, bunları bir yerdə mən yerləşdirə bilsəm, məni anlayarsınız. Bir sekund. Hər üçünü yerləşdirim. Və çalışım, sizə görsədim, nümayiş edim. Belə saxlayayım. Budur yoldaşlar. Fərq bunda. Deməli, yuxarıdakı qayı tiyəsi ace, o ortadakı feather və aşağıdakı deməli şık tiyəsi. Deməli, qırxmaqda birinci istifadədə idi həm şık tiyəsi, həm də ki feather tiyəsi. Feather tiyəsi Yapon istehsalı olan, Yaponiyada istehsal olur. Feather tiyələri ümumilikdə ayrı bir yerdə, yəni ki, onların mən bildiyim qədər hardasa bir müəssisələri yoxdur bir başqa ölkələrdə. Shikon Kai həmçinin bildiyim qədər. Amma şık tiyələr Alman brendidir və bildiyim qədər, yəni Almaniyada artıq bunların istehsallarına dayandırılıb və Çində istehsal olunur. Əgər səhv etmirəmsə, ola bilsin yalan deyirəm. Amma bildiyim qədər elədir. Üstəgəl bu tiyələri, şık tiyələri siz AliExpress-də tapa bilərsiniz, satışda var. Şık tiyələr. Mən bu şık tiyələri mən yox, Ceyhun abi. Hələ çox güman ki, bilmədim hardan əldə edib. Ola bilsin ki, hansısa bir internet dükan var, oradan çox güman ki, əldə edib. Və deməli, bizim üz qırxmağımız. Böyümə istiqamətdə feather tiyələr şıkdan daha çox, belə deyək də, sürüşkən və daha çox, belə deyək, heç bir belə, bir sözlə çox yumşaq gedirdi üzdə, yaxırdı bir sözlə, yağ kimi getdi. Heç bir, belə deyək, çox komfortlu, belə super bir tıraş alındı böyümə istiqamətdə. Şıkda sanki feather'ı elə bil ki, 3-cü dəfə istifadə edirsiniz. Sanki kütləşib tiyə böyümə istiqamətdə hiss olunurdu. Biraz sanki əziyyət çəkirdi qırxanda şık tiyələr. Amma əks istiqamətdə qırxanda hər iki tiyələrin performansı demək olar ki, eyni oldu. Bir məqamı deməli qeyd edim. O çox təəssüflər olsun ki, bu çəkilişə düşmədi. Deməli, mən sərin su ilə yaxalananda hiss elədim ki, bu mənim bu çənəmin altı problemli yer.
Əsasən də bu sağ tərəfdə tez-tez baş verir. Solda o qədər olmur. Yəni ki, solda da o problem var, amma yəni solda o qədər cod olmadığına görə və o qədər sıx olmadığına görə saqqal, yəni ki, orada o problem çox vaxtlar hiss olunmur. Mən şık idi. İkinci deməli sınaqdan keçən tiyə şık idi və onu çıxartmadım içindən. Hələ özüm üçün maraqlı idi. Buranı axı featherla qırxmışam və məndə qalıq var idi burada. Əllə belə bir söz toxunuşda hiss olunur. Mən həmin şıkla həmin yerləri bir də getdim belə sərin su ilə yaxalanıb, hələ sabunsuz belə deyək. Və tərtəmiz qırxdı. Maraqlı məqamdır. İndi bilmədim bu feather tüyələrə görə idi, yoxsa soyuq suya görə idi, bilmədim. Çox güman ki, yəni ki, bilmirəm, mən bunun cavabını tapa bilmirəm. Çünki mən bir neçə dəfə bu çənəmin altını belə deyək, bir də getdim feather tiyələrlə ki, qalıq olmasın. Amma görünən odur ki, tam qırxmadı. Şık ondan fərqli olaraq daha effektiv oldu burada. Bilmirəm, bu nə məsələ idisə, yəni belə bir məqam var idi. Featherla şıkın arasında. Olan deyirəm, yalan heç nə danışmıram. Ümid edirəm Rəhman abiyə bu məlumat kömək eləyəcək. Yəni böyümə istiqamətdə feather tiyələr daha belə axdı, rahat, asan, sanki çox kəskin idilər. Şık tiyələr biraz dartırdı, amma əks istiqamətdə heç bir şans saxlamadı, heç biri, yəni normal qırxdı hər ikisi. Amma görünən odur ki, featherla qırxılan tərəf nəysə qalmışdı. Ola bilsin, mənim yadımdan çıxıb, bilmirəm, psixoloji bir məqamdır. Amma fakt odur ki, sonda şık tiyə ilə bu 140-anda bir sözlə qırxdı, tərtəmiz oldu. Məndən bu qədər. Yoldaşlar, ümid edirəm bu videonu siz maraqlı tapacaqsınız. Sağ olun, gələn görüşlərə.